Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli izləyicilər Ramazan ayının 13-cü günündə. Əgər xatırlayırsınızsa, ötən dəfə biz övladlarımızı necə oruç tutmağa adət etdirək mövzusu haqqında danışmışdıq. Yəni, daha doğrusu sualı haqqında. Bu dəfə də uşaq tərbiyəsi ilə bağlı dini təlim-tərbiyədə bir neçə nöqtəni nəzərinizə çatdıracaq inşallah. Əvvəla qeyd edim ki, dini tərbiyədə hədəf tərbiyədir. Övladları özümüzə bəndə etmək deyil. Yəni, özümüzə itaət etdirmək, özümüzün dediklərimizi onlara məcburi etdirmək deyil. Tərbiyə tədrici baş verir və ötən dəfə də qeyd etdik ki, biz bir tək Ramazan ayında yox, il ərzində uşaqlarımızın 3-6 yaşından artıq onların suallarına, verdikləri bütün suallara cavab verməliyik. Və 7 yaşından isə Əhl-i Beytin dediyinə əsasən artıq onları ibadi məsələlərə adət etdirməyə çalışmalıyıq. Oruç tutmağa qız uşaqlarını 7 yaşından və oğlan uşaqlarını isə 9 yaşından adət etdirməyə çalışmaq lazımdır və qısa müddətli oruc qeyd etmişdik. Amma digər nöqtələrə baxaq indi. Uşaqlara imkan verməliyik ki, onlar xəta etməyi öyrənsinlər. Adətən valideynlər çalışırlar ki, uşaqlar ən mükəmməl tərzdə davransın və bu üzdən də onu ya təhdid edirlər, ya əmr edirlər, ya nəhy edirlər. Tez-tez ancaq onu et, bunu etmə, əgər belə etsəm, belə edəcəm, təhdidlər altında tərbiyə etməyə çalışırlar ki, bu düzgün yol deyil və zamanla uşaqların, belə deyək ki, dinindən soyumasına və uzaq düşməsinə səbəb ola bilər. Valideynlərin diqqəti bir neçə nöqtəyə cəlb edilməlidir. O nöqtələr bunlardan ibarətdir. Əvvəla oruc məsələsində və digər ibadi məsələlərdə uşaqlara çətin tutmaq olmaz, yəni sıxıntı yaratmaq olmaz. Çox əmr etmək, çox çəkindirmək səbəb ola bilər ki, onlar əxlaqi cəhətdən dindən soyusunlar və öz əxlaqımızda mütləq və mütləq mehribançılığa, xoş dillə, xoş üzlə onları ibadi məsələlərə dəvətə diqqət yetirməliyik və sıxışdırmamalıyıq. İkinci nöqtə budur ki, böyüklər kimi məcbur deyirlər ki, əməl etsinlər. Yəni, ola bilər ki, böyük bir şəxs, yetkin bir şəxs Ramazan ayında məsələn orucun müstəhəbatına, ibadətlərin müstəhəbatına, çoxlu Quran oxumağa vaxt ayırsın, yatmağına, yeməyinə, içməyinə diqqət etsin. Övladlar vacib deyil ki, eyni bizim kimi davransınlar. Onların hələ o qısa müddətli oruç tutması və yaxud ilk ildə çətinliklə oruç tutmaları özü böyük və təqdirə layiq bir işdir. Məsələn, ədəb qaydalarına, müstəhəb işlərə, yemək yeyəndə xüsusi nöqtələrə diqqət yetirməyə vadar etməməliyik. Ramazan ayıdır deyib, hər dəqiqə başı Ramazan ayıdır, onu etmə, Ramazan ayıdır, bunu etmə deyib, uşaqları Ramazan ayına nisbətdə ikrah hissi, bəyənməmək hissini yaratmamalıyıq. Bu məsələ çox önəmli bir məsələdir. Məsələn, Ramazan ayıdır, çox yatmaq olmaz. Nə bilim, Ramazan ayıdır, biraz yemək və içməyə və diqqət elə, çox yemək olmaz. Uşaqlar üçün zaten orucu tutmaq özü böyük bir məsuliyyətdir və həqiqətən də böyüklərin belə bəzən görmədiyi işi kiçik yaşlı uşaqların görməsi həqiqətən alqışa və təqdirə layiqdir. Digər nöqtə budur ki, oruc tutan həmyaşıdları ilə eyni mühitdə onları görüşdürmək, eyni mühitlər təşkil etmək. Bu özü uşaqların təşviq olmasına və uşaqların dini tərbiyəsinə kömək edəcək. Məsələn, biz iftar süfrələri təşkil edə bilərik, sırf öz yaşıdları ilə olan uşaqlar ki var, ətrafımızda, mühitimizdə, qonşuluqda, məhəllədə öyrənə bilərik ki, kimlər məsələn ilk orucunu tuturlar bu il və yaxud kimlər qısa müddətli orucu tutur artıq illərdir və yaşı hələ yetkinliyə çatmayıbdır, həddi buluğa çatmayıbdır. Onlar üçün toplantılar, məclislər təşkil edə bilərik, maraqlı müsabiqələr təşkil edə bilərik onun içində. Sevdikləri, gözəl bəzədilmiş qidaları orada hazırlaya bilərik ki, onlar bahəm vaxt keçirsinlər. Hətta Quran tilavəti olunan xüsusi uşaqlar üçün məclislər təşkil oluna bilər və gəzintilər təşkil oluna bilər ki, onlar üçün maraqlı olsun və həyəcanlı olsun.
Və bir çox məsuliyyətləri onların öhdəsinə qoymaqla da biz çalışa bilərik ki, onları daha çox təşviq edək. Məsələn, ata-ananı müəyyən bir saatda oyatmaq üçün, səhər yeməyinə oyatmaq üçün onlardan kömək istəyə bilərik. Halbuki, məsələn, valideynlər özləri rahat oyanırlar. Amma bu məsuliyyəti saat alaraq uşağın öhdəsinə, övladın öhdəsinə qoymaqla onu oyanmağa daha məsuliyyətli edə bilərik. Və səhər imsakda oyanmağın əhəmiyyəti barəsində, mələklərin nazil olması və çox faydalı olması barəsində bir çox şeyləri biz qeyd edərək onları təşviq edə bilərik. Və önəmli məsələlərdən biri Fitr bayramıdır. Yəni Ramazan bayramı dediyimiz əsl və həqiqətdə İslamda Fitr bayramı kimi adlandırılan Fitr bayramıdır ki, həmin gündə fitrə zəkatı biz çıxardırıq və bayram namazına gedirik. Uşağı Ramazan boyunca təşviq etmək lazımdır ki, onun gördüyü bu işin, tutduğu bu orucun nəticə etibarilə böyük bir mükafatı olacaq valideynlər tərəfindən. Yəni Allah tərəfindən olacaq mükafatla bərabər eyni zamanda valideynlərin də çox gözəl bir hədiyyə hazırlaması, hətta nənə, baba, bibi, dayı özləri hətta iman əhli olmasalar belə onlarla proqramlaşdırılıb bir hədiyyə alma mərasimi, hədiyyə vermə mərasimi keçirtmək olar və bu hədiyyə uşağın sevdiyi, meylinə uyğun hədiyyələr də ola bilər və yaxud hər hansı bir səfər, hər hansı bir gəzinti, hər hansı bir restoranda, halal bir mühitdə gözəl bir yemək süfrəsi, həm gəzinti də ola bilər. İndi hər bir şəxs öz övladının meylinə, zövqünə uyğun rəftar etməlidir. Bu hədiyyə uşaqlar üçün çox yadda qalan olacaq və digər insanların, hətta ətrafımızdakı bir çox insanların ona hədiyyə verməsi, onu təşviq etməsinə səbəb olacaq və səbəb olacaq ki, onun üçün bu yadda qalan bir Ramazan ayı olacaq və dini tərbiyəsinə də %100 təsir qoyacaq. Və əziz valideynlər, sonda bir nöqtəni qeyd etmək istəyirəm. Belə başa düşməyək ki, bu dini təlim-tərbiyəni ki, biz uşaqlara veririk, bu sadəcə bir sıxıntıdır. Biz bilməliyik ki, övladlarımıza verdiyimiz dini təlim və tərbiyə, onlara namaz və oruc öyrətmək, onlara ibadi məsələləri öyrətmək özü bizim mənəviyyatımıza böyük bir qatqı qatır. Nə üçün? Çünki Peyğəmbərin duaları sırasında, İslam Peyğəmbərinin sallallahu aleyhi və səlləmin dualarında məhz öz valideynlərinə, o valideynlər dua olunub ki, o valideynlərə Peyğəmbərimiz xeyir və dua edib ki, o valideynlər öz övladlarını, kiçik yaşlı övladlarını salih işlərə, xeyir işlərə təşviq edərlər və kömək edərlər və dini ayinləri öz övladlarına öyrədərlər. Əgər Peyğəmbərimizin duası bizə şamil olursa, sözsüz ki, mənəviyyatımıza da böyük bir qatqı olacaq. Allah bu böyük və məsuliyyətli və müqəddəs işdə hər birinizi və hər birimizi inşallah ki, müvəffəq etsin. Hələlik sizə Allaha əmanət edirəm. Sabah inşallah ki, mövzumuz İmam Həsən barəsində olacaq. Bizi izləməyə davam edin.